Kilo məndən alacaqsınız. Büzük şişliyəm, pişirəm aparasınız. İndi mən gəlirəm nə mənə şişləyəcəm. Ənva əqsamı dadlanmış toyuqdur, ətdir, şişlikdir, steykidir. Bu məngəlimiz yox idi. Qoşmuşuq, bağ olmayan dostlardan ötürü ki, maşında dövrə həm ısınlar bədənə. Bəh, bu hərəkətin yeri Təbrizdə görüşürdü. Özün söydüyü alacaqsın kilo ilə. Pişirəcəklər bilə və dostlarla maşında, evdə, bağda, harada sözsən düşəcən eləyəcəksiniz. 2 nəfərdən ta neçə nəfərsiz. Boşqabı məzələri var bu gözəllikdə və fərqli dizaynlarda. Finger foodları vardı, amadə qəzələr var, nimə amadə qəzələr var. Ənva işməllər vardı. Burada kollən əlləşilə ağzın dadını əvəzləsinlər. Vəli bu salatları, dipləri, hətta küftələri hamısı yap-yaxçı keyfiyyətdədir. Bu zeytunlar da, pənir də var içərisində. Dadlanıbdır, fövqüladədir. Və bir daha fövqüladə dadların biri də bu biber rublardır. Şu hətmən pişnad edirəm alın. Sarı yağlar da var. Ənva işməllərdəki deyirəm bunlardır. Əlbəttə bedun alkol. Bir beləşə dadlı bir zətlər birəcə nişan verdim. Buranın adı müşəxəs oldu. Bura məzəlçidir, paytaxtdır məzə yeyənlər. O birisi məhsullarını görmək üçün peyclərini hətmən follow eləyin ki, görün. Bir daha da bulan ketirincilər var ki, çox böyük qonaqlığınız oldu. Ənva İranı qəzaların sifarişini qəbul eləyirlər. Adreslərdə çay kənarda, Gümüşqaya ilə Rizanijadın vəsəti məzəçi.